Mənzili satılmamış, 100 mənzil olan binada. Deməli 100 mənzil var. Bunlardan 60'ı bir otaqlıdır. 30'u 2 otaqlıdır. Qalanlar da 3 otaqlıdır. 90, deməli 10 dənə də 3 otaqlı mənzil var. Deyir ki, 2 mənzil almaq istəyirlər bu binadan. Birinci mənzilin 2 otaqlı. Baxın, 100 dənə mənzil varsa, 2 otaqlı olması ehtimalı %30. İndi biri alındığına görə artıq mənzildən qaldı 99'u. Və ikincinin 3 otaqlı olması. 3 otaqlı olma ehtimalı da 10. İxtisarları aparaq uşaqlar. Deməli 10'dan 100 getdi, 10 qaldı. Burada 3 qaldı. Bu da elədi 33'də 1. Hadisənin ehtimalı oldu 33'də 1. Keçək növbəti misala 29'a.